olmuşdur. Əslində Nəsrəddin Tusi 1259-cu ilə qədər çox ağır maddi şərait içində yaşamışdır. Hətta bunu işarələrin şəhri əsərində də qeyd etmişdir və o əsərin haqqında belə qeyd edir. Bu fəsilləri elə vəziyyətdə yazmışam ki, bundan ağır ola bilməzdir. Mən öz ətrafında fəlakət üzü görürəm. Mən isə bu üzüyə taxılmışam. Dahi Tusi Əqbəsə elmində tragometriya üzərində çox işləmişdir. O, 1260-cı ildə tragometriyaya aid şəkil vital kəsmişmələr şəkli adlı əsərlərini yazmışdır. Kiçik uşağın bir şey əzbərləməsi daşı həkk edilən yazıya bənzər. Böyüdükdən sonra insanın bir şey əzbərləməsi su üstünə yazılmış yazıya bənzər. Bu Nəsrəddin Tusinin böyük bir söylədiyi kəlamdır. Əslində mənim indi söyləyəcəyim kəlmələri indidən əzbərləməliyik ki, bizim qədim filosoflarımızın müdrikliyini sizə Tusi haqqında belə bir əhvalat danışmaq istərdim. Nəsrəddin Tusi Marağa rəsədxanasının tikilməsi barədə Hülaki xanı xəbər verəndə Hülaki xan təəccüblənib söylədi ki, bu ulduzlar elminin nə faydası var ki, bu rəsədxanaya bu qədər pul xərc olunar? Bu zaman Nəsrəddin Tusi deyir, hamıdan xəbərsiz bir şəxs qoy dağın başına qalxsın və kimsənin xəbəri olmadan bir təşkil düz aşağı bıraxsın. Belə də etdilər. Orada isə qorxdu. Onlar elə bildilər ki, düşmən ordusu tərəfindən təşkil onların üzərinə yuxarıdan aşağıya atılır. Nəsrəddin və Hülaki xan isə sakitcə durub baxırlar. Bu məqamda Tusi Hülaki xana söyləyir ki, görürsən, biz işin nə yerdə olduğunu bildiyimiz üçün narahat olmuruq. Buna görə də biz də göydə nə baş verdiyini bilməliyik ki, bax belə narahat olmayaq. Bunu eşitcək Hülaki xan məcbur oldu ki, rəsədxana üçün lazım olan vəsaiti ayırsın. Bax, elə alicə bu əhvalatdan görülür ki, Nəsrəddin Tusi həqiqətən dünyanın sayılıb seçilən nadir şəxsiyyətlərindən olmuşdur. 8B sinfinin bizim tərbiyə üçün hazırladığı bir video vardır. Bu video çartda Qasımova günü Nəsrəddin Tusi adlanan məktəbin kollektivinin üzvlərindən maraqlı bir müsahibə almışdır. Dəvət edirəm ki, bu qısa metrajlı filmi izləyək. Nəsrəddin Tusi adlanan məktəbin direktoru Aytikə Həsənova ilə birlikdə Aytikə Həsənovada müsahibə alacağım. Xoş gördük, Əfəndim. İlk sualım bu məktəbin, Nəsrəddin Tusi adlanan məktəbin tikiliş haqqındaydı. Yəni, kim tərəfindən tikilib, necə tikilib, bu haqqında anlatılmaq istəyirəm. Məktəbimiz 1935-ci ildə tikilmişdi. Bu məktəb əvvəllər hərbi hospital kimi istifadə olunmuş, sonra məktəb kimi formalaşmışdı. Ondan sonra məktəbimiz ilk riyaziyyat təmayüllü məktəblərdən olmuşdu və məktəbimiz elə ilk illərdə Məhəmməd Nəsrəddin Tusinin adını daşımışdı və bu məktəbimizdə çox gözəl riyaziyyatçılar inşaat etmiş, ölkəmizin müxtəlif sahələrində riyazi cəhətdən çox gözəl töhfələr verilmişdi Azərbaycanda. Məktəbin keçirdiyi uğurlar bilərsiniz? Məktəbimizdə mən 2 ildir bu məktəbdə işləyirəm. Məktəbimizdəki uğurlar böyük uğurlar olmuşdur. Məktəbimizdə çox Azərbaycanın müxtəlif sahələrində
məktəbi bitirən məzunlar vardır ki, bunlar arasında Milli Məclisin deputatı Şükür Əliyevdir, Azərbaycanın xalq artisti, prezident təqaüdçüsü Şöhrət Ordenli, Yaşar Nuri, Firuzə İbadova əməkdar artist, xalq artisti Gövhər Rızayeva, Aynı Spesial Redaktoru Nazim Mustafayev və bunlar hamısı bizim məktəbimizi bitirmiş və Azərbaycan müxtəlif sahələrində çalışırlar. Məktəbdə keçirilən tədbirlər, fəaliyyətlər nələr görürsünüz? Məktəbimizdə ənənəvi olan tədbirlərdən Məhəmməd Nəsrəddin Tusinin hər riyaziyyat aylığında Məhəmməd Nəsrəddin Tusi adına gecə keçirilir. Və bu gecədə çox şagirdlərimiz çox fəal iştirak edir. Onun əsərlərindən nümunələr gətirir və bildiyimiz kimi Nəsrəddin Tusi tək riyaziyyatçı, fizik, astronom deyil, həm də ədəbiyyat sahəsində geniş məlumatı olan bir insan olmuşdur. Növbəti sual, bu məktəbi bitirib, mənim işlərim tələbləriniz haqqında hansı tələbələr var? Bu məktəbi bitirib, elə bizim öz məktəbimizdə işləyən Daşnik müəlliməsi, Rəna müəllimə, Rəna Hacıva, Daşnik müəlliməsi Ramal Mürsəlova bu məktəbdə işləyir. Daha sonra Zümrüd Cəbrailova məktəbimizin həm məzunu idi, həm də məktəbimizdə gözəl riyaziyyat müəllimi indi pensiyada təqaüdə çıxıbdır. Gövhər Rızayeva bu məktəbi bitiribdir. Onu da deyim ki, bu məktəbi bitirib, hal-hazırda Xətai rayonu 204 nömrəli məktəbdə zavçı işləyən Məhrəmova Esra. O da bu məktəbi bitirmiş, hal-hazırda 204 nömrəli məktəbdə zavçı işləyir. Və növbəti sualım, siz özünüz haqqında, yəni neçənci ildə məktəbdə ziyarət olmuşsunuz və harada oxumuşsunuz? Mən Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunu bitirmişəm və 2012-ci ilin dekabr ayından bu məktəbə rəhbərlik edirəm. Məktəbimiz 2012-ci ilin noyabrın 9-da əsaslı təmirdən sonra istifadəyə verilmiş. Məktəbimizin indi çəkil şəhərsiniz bilərsiniz, çox gözəl şəraiti, məktəbimizdə bütün siniflər kameralaşdırılmış, məktəbimizin yüksək səviyyədə təmin olunmuş bir məktəbdir və məktəbimizin də uğurları yəqin ki, göz qabağındadır. Yəni, məktəbimizdə keçən il məktəbimizin qızıl medalla bütün şagirdimiz olmuşdur ki, hansı ki, Azərbaycan Tibb İnstitutunun müalicə profilaktika fakültəsinə yüksək baldan qəbul olunmuşdur. Ondan sonra 500-dən yuxarı olan oxuyan şagirdlərimiz olmuşdur. Keçən məktəbimizin bir sinifdə 24 uşaq bitirmişdirsə, ikincisi Azərbaycan müxtəlif ayrı-ayrı qəbul olmuşdur. Bu məktəbdə hansı ünlü qurumlardan bildirmək istəyirsiniz? Gələcəkdə məktəbimizi qabaqçı məktəblər sırasında görmək istəyərdim və bunun üstündə çox çalışırım və ümid edirəm ki, öz arzumuzu da bitirəcəyik. Əxlaq-i Nasir əsərində bu kəlmələri çox sevirəm. Hər sıfır bir uğurunuzdur. Sıfırların sayı artdıqca uğurlarınızın sayı da artır. Yalnız bir məna kəsb etmir. Yetər ki, bu sıfırların önündə bir rəqəm olsun. Onda sıfırların sayı artdıqca uğurlarınızın sayı da artacaq. Və hər kəsin uğurlarının sayı bir rəqəmin arxasında olan sonsuz sıfırların sayı qədər olsun. Deməli, biz Nəsrəddin Tusi haqqında qismən də olsa məlumatlandırıq. Amma bizim bu tədbirdə yığışmamızın əsas məqsədlərindən biri də riyaziyyatın birincisini seçməkdir. Təbii ki, bunun üçün siniflər çox ciddi mübarizəyə girəcəklər. Siniflər səhnəciklərinə, qəzetlərinə, təqdimatlarına, əfradlarına, digər əlavə işlərinə və ən əsası təfəkkürünə görə qiymətləndiriləcək. Lakin hər şeydən əvvəl siniflər ilə tanış olmalıyıq.
eləyir. Siniflərin təqdimatı. Sekiz A sınıfı, 8 B sınıfı, 8 C sınıfı ve son olarak 8 C sınıfı. Və gördüyümüz kimi siniflərin təqdimatı edərkən siniflərin ümumiyyətlə göstəricisi riyazi işarələrlə əks olunmuşdur. Yəni kök adlı işarəsi perpendikulari paralellik və digər işarələrlə isə hərflər göstərilmişdir. Bir qədər sonra bir yaxşı start verəcəyik. Fəqət mən istərdim ki, bir qədər mahnı vasitəsini ayrılar. Bu mahnı isə 8A sınıf tərəfindən səslənəcəkdir. Gəlin, dinləyək. Yolunda iller öptü, neler gördü ülkemiz. Parçalandı, ölmez vatan, ayrı düştük biz. Öz yolunda iller öptü, neler gördü ülkemiz. Parçalandı, ölmez vatan, ayrı düştük biz. İndi bilsin bütün dünya, yenilmez ordumuz, yenilmez ordumuz. Görme vaktan geldi, özlerinden ayrılan, talihimden orlanan, tornağın sesi. O hasretten gel çekil, indi gözlür ağlayır, gör cevaptan sesleyin, torbanın sesli. Gör cevaptan geldiğin, özlerinden ayrılan, talihimden orlanan, torbanın sesi. O hasretten gel çekil, indi gözlür ağlayır, gönle baktan sesleyin, torhanın sesi. Bizde bitti Azerbaycan, onun turnu gönlü var. Serhedinde mağrur oldu bizim oğullar. Bizde bitti Azerbaycan, onun nurlu gönlü var. Serhedinde mağrur oldu bizim oğullar. İndi bilsin bütün dünya, var yenilmez ordumuz, yenilmez ordumuz. Görme vaktan geldi, özlerinden ayrılan, talihimden orlanan, torbanın sesi. O hasretten gel çekil, indi gözlür ağlayır, gönle baktan sesleyin, torbanın sesi. Gönle baktan geldi, özlerinden ayrılan, talihimden orlanan, torbanın sesi. O hasretten gel çekil, indi gözlür ağlayır, gönle baktan sesleyin, torbanın sesi. Torbanın sesi, torbanın sesi. Təşəkkürlər 8A'ya belə gözəl mahnı səsləndirdiklərinə görə və Nəman buyur. Bütün dünya abidələrin en yaxşısı Lehziyatdır.
veriləcək. Məntiqi suallara isə 3 bal veriləcək. Onda qruplarımız öz işində olsun. Biz sizə görə hörmətli 8-ci siniflər riyaziyyat haqqında mən sizlər üçün nə hazırlayıb? Amma mən bir sözdə söyləyərdim ki, gəlin qruplarımızın iştirakçılarını dəvət edək. Əyləşsinlər öz kürsülərində hər qrupdan 4 nəfər və belədir ki, onlara işçi vərəqləri paylanacaq və bu işçi vərəqlərini işləyəcək, daha sonra isə qiymətləndiriləcək. Səliqə ilə işləyin. Həlləri səliqə ilə işləyin. Yarışmacılarımız işləyə-işləyə istəyirəm ki, 8 sinifini ona təqdim edeyim və onlardan gözəl bir məzmunumuz var. 8 sinifini. Çəkdi. Bilməyin geçti.
qal. Göklerde bir ay var, o sensin. Ulduzların içinde en güzel sen. Ay yıldızlı bayrağında zirvelesin. Azerbaycan vatanimsen. Bastığın yollar sadece toprak değil. O anamdır, o vatandır. Koruma geleceğe emanetim. Ey Tayyip dur, ey dünya dur, ey Tayyip dur, ey dünya dur. Biz gelirik, milyonlarla insanlarla hasretleyik. İşgalları yok etmeye biz gelirik. Aklımıza vurduğumuzda seferlere bir tarih yaratmamız gerekir. Milyonlarla insanlarla hasretleyip işgalları yok etmeye biz gelirik. Aklımıza vurduğumuzda seferlere bir tarih yaratmamız. Sadece toprak değil, o anlamdır, o vatandır. Korun yolu milletini geleceğe emanet iten, akiden. Ey Tayyip dur, ey dünya dur, ey Tayyip dur, ey dünya dur. Milyonlarla insanlarla hasretleyip işgalları yok etmeye biz gelirik. Ay yıldızlı bayrağında seferlere bir tarih yaratmaya biz gelirik. İşgalları yok etmeye hasretleyip işgalları yok etmeye biz gelirik. Ay yıldızlı bayrağında seferlere bir tarih yaratmaya. Ay yıldızlı bayrağında seferlere bir tarih yaratmaya. Yaratmaya. Bir tarih yaratmaya. istifadə edərək gəlin 8
Ç sinfinin söyleyeceği sənəyi dinləyək. 8 Ç. Riyaziyyat nədir? Yaxud da riyaziyyat nədən bəhs edir? Bu suala cavab vermək asan iş deyil. Alimlər bu suala həm bir-birinə oxşar, həm də müxtəlif cavablar vermişlər. Məsələn, görkəmli riyaziyyatçı olan Andrey Markov demişdir: riyaziyyat odur ki, onunla Gauss, Laplace, Steklov və bir də mən məşğul oluram. ABŞ riyaziyyatçısı Hörner bu fikri ümumiləşdirərək demişdir: riyaziyyat o şeydir ki, onunla yalnız riyaziyyatçılar məşğul olur. Riyaziyyat elminin inkişaf etdirilməsində, təkmilləşdirilməsində müxtəlif dövrlərdə yaşamış alimlərin böyük rolu olmuşdur. İstərdim ki, xalqımızın elm və mədəniyyət tarixində layıqlı yeri olan Marağa Rəsədxanasının qurucusu Nəsrəddin Tusi bizə gördüyü işlər barədə məlumat versin. Məsələn, Məhəmməd Türk şəhərində anadan olmuşam. Tusi ləqəbini də doğulduğum şəhərin adı ilə bağlı olaraq qəbul etmişəm. Məni hər şeydən öncə rəziyyatçı hesab edirlər. Əsərlərin yanında şəkildə deyil, həmçinin Avropada həndəsə bir ekonomik dünyanın inkişafında mühüm rol oynamışdır. Ən məşhur əsərlərim arasında bütün çox tərəfli haqqında risalə, Dövbə və Tozun köməyi ilə hesablar toplusu və dairənin ölçüsü kimi əsərlərin xüsusi yer tutmuşdur. Bir kitabdan ibarət bütün çox tərəfli haqqında əsərimdə mən burada bir kitaba trigonometriya, misliyə, elm sahəsi kimi yanaşmışam. Burada bu əsərlərimin arasında ən məşhuru binom düsturu xüsusi yer tutur. Təşəkkür edirəm. İndi isə görkəmli Alman riyaziyyatçısı, bütün dövrlərin ən istedadlı riyaziyyatçılarından biri olan Karl Gauss elmi fəaliyyəti barədə bizə məlumat verəcək. Mən Karl Friedrich Gauss, əslən Almaniyalıyam. Riyaziyyatçı, astronom və fizik kimi tanınıram. Riyaziyyat sahəsində bir çox kəşfimi hələ 20 yaşım olmazdan əvvəl etmişəm. 1976-cı ildə tərəflərinin sayı sadə ferma ədədləri ilə ifadə oluna bilinən düzgün çoxbucaqlının yalnız sətkeş və pərcar vasitəsilə seçilə biləcəyini isbat etmişəm. Onu da qeyd etmək istərdim ki, ferma ədədləri ikili cüt qüvvətləri ilə vahidin cəminə bərabərdir. 1976-cı ildə ildə 20 yaşım olmazdan tərəflərinin sayı sadə ferma ədədləri ilə ifadə oluna bilinən düzgün çoxbucaqlının yalnız sətkeş və pərcar vasitəsilə seçilə biləcəyini isbat etmişəm. Universitetdə oxuduğum müddətdə riyaziyyata aid dizli tədqiqat işləri aparmış və universiteti bitirdikdə ədədi tədqiqatlar əsərimi yazmışam. Bu əsərdə kvadratik çıxıq nəzəriyyəsi, kvadratik formaların qısa ifadəsi və en dərəcəli təmdişlər öz əksini tapmışdır. 18-ci əsrin sonlarında Evklit həndəsəsində fərqli həndəsələrin olmasının mümkünlüyünü ideyasını irəli sürdü. Bu sayədə tədqiqat işləri apararaq varlığı mümkün olan həndəsəni Evklit həndəsəsi adlandırdım. 21 yaşım olduqda isə aritmetik araşdırmalar kitabını tamamladım. Hər iki alimimizə verdikləri dəyərli məlumata görə təşəkkürlərimizi bildiririk.
əsərlər yavaş-yavaş yığılır və münsiflərə təqdim edilir. Və 8 şeyinin səhnəciyini izlədik. Maraqlı bir səhnəcik idi, elmi səhnəcik idi. Hal-hazırda artıq vərəqlər toplanılıb, yoxlanılır və yoxlanılan zaman isə mən İlham Əliyev haqqında məlumat verəcəm. Biz artıq müşahidə etdik ki, 24 dekabr cənab Əliyevin doğum günü idi. Bu haqda gələn məlumatlar. Ümumiyyətlə, Azərbaycanda elmə, təhsilə, dövlət qayğısı hələ ulu öndər Heydər Əliyevin vaxtından duyulmaqda idi. Azərbaycan Prezidenti İlham Əliyevin xalqın gələcəyinin elm və təhsillə bağlı olduğunu çıxışlarında dəfələrlə vurğulamış, cəmiyyətdə dünya təhsil sistemində inteqrasiyasını vacib saymışdır. Ümumilli liderimiz Heydər Əliyevin siyasi xəttinə sadiq qalaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev hazırda elm, təhsil və mədəniyyət sahəsinə qayğılı ardıcıl davam etdirərək elm sferası üçün mühüm olan bir sıra qərarlar qəbul etmişdir. Biz elmin inkişafını yüksək qiymətləndirir və bütün bunlar üçün İlham Əliyev cənablarına dərin təşəkkürümüzü bildiririk və onun siyasətini dəstəklədiyimizi bəyan edirik. Xahiş edirəm, alqışlar gəlsin. İlham Əliyevin təbii ki, təhsilə qayğısı onun təhsil barəsində söylədiyi kanunlarla yadda qalmışdır. Belə ki, o söyləmişdir. Cəmiyyət hardan olursa olsun kəsib təhsilə xərcləməlidir. Gənc nəslin təhsilinə, müəlliminə kömək etməlidir. Təhsil cəmiyyəti irəliyə aparan bir amildir. İntellektual potensial bugün və xüsusilə gələcəkdə hər bir ölkənin inkişafını müəyyən edəcəkdir deyə İlham Əliyev dəfələrlə söyləmiş və elmə böyük bir qiymət vermişdir. Lakin həm də Nəsrəddin Tusi haqqında isə Ləman bizə ətraflı məlumat verəcəkdir. Tusi öz axbarlarının kitabı ilə davam edir. Müasir dövrdə onun söylədiyi kəlamlar çox qiymətli sayılırdı. Lakin bu əsərin yazılışı çox böyük çətinliklərlə başa çatmışdır. Belə ki, Nəsrəddin Tusi öz kitabını hökmlərə göstərərək hökmlərdən nədənsə narazı olub, onu hesablayandır. Ancaq Hülayqı xanın şərqi yürüyüş zamanı Ələmət Palası tutulur və beləliklə Nəsrəddin Tusi və digər alimlərin azad olunur. Bu tədbirin əvvəlində Malaqa rəsədxanasının tikilməsi üçün Hülayqı xanın hər qayırdığını qeyd etdik. Lakin bu rəsədxananın tikilişi asan başa gəlmir. Belə ki, rəsədxananın tikilişinə 12 il sərf olunub. Rəsədxananın uzunluğu 350 metr, eni 150 metrdir. Elm aləminin şahı olan Tusi astronomiya, tarix, mineralogiya, musiki və s. barədə 100-dən artıq əsər yazmışdır. Məsələn, Ptolemeyin Almagesti, Arkimedin dairəvi karikaturası və s. Nəsrəddin Tusi ədəd anlayışını verməklə müasir dövrdə daha da inkişaf edən riyaziyyat elminin bir budağı olan ədədlər nəzəriyyəsinin bünövrəsini qoymuşdur. Amma indi mən istəyirəm ki, sizə 8A sinfinin səhnəciyini və ardından isə onların şeirini təqdim edək. Büyük bir ittihamlar, birbirlerini dandılar, tənə və ittihamlar. Riyaziyyat əvvəlcə sözə yaman başladı, qürurlu söz oxunu ürəklərə tuşladı. Mən şanlı qüdrətimlə bağlı sirlər açaram. Günəş kimi aləmə parlaq işim saçaram. Elmlər aləmində 8 padişaham mən, insanlara hər zaman yenilməz pənaham mən. Hər müskülün taparam kubun həm kvadratın, kök altından çıxaram dərdin, sərin həyatın. Məndə olan bu qüvvəliyin görüm kimdə var, aranızda həmişə mənəm sahib ixtiyar. Bu kəlmələr güllə tək fizikaya toxundu. Pis qəzabı qızarmış gözlərindən oxundu.
Puç danışıb heç zaman qürrələnmə özündə. Ay yolda daha bəsdir, heç kəs getməz izinlə. Mən olmasam bilmirəm kim ölçəcək surəti, kim biləcək dünyada cazibə ilə qüvvəti. Araşdırıb hər zaman yeri, göyü, həm ayı. Öyrədirəm mən sizə günü, ili, həm ayı. Mən daim inkişafda, siz də ətalətdəsiz. Paxıllıq, kin-kudurə, ahvayla xiffətdəsiz. Mən bunları dinlərkən belə bir qərara gəldim ki, riyaziyyat elmini həm də həyatla da bağlandırmaq olar. Həyata gəlmək, toplamaq, ölmək, çıxmaq, evlənmək, vurmaq, ayrılmaq, hissə bölmək. Mən isə Toysinin Allaha inanmaq öz fəlsəfəsi baxımlarına izhar etmişdim. Allahdan başqa yox qadir, hökm edən, üstün bir hökm olmaz onun hökmündən. Necədir, elə olmalı hər şey, elə olmayan şey yoxdur əzəldən. Dövlətimizin prezidenti Heydər Əliyevin 13 iyul 2000-ci il tarixində sərəncamına əsasən hər il Nəsrəddin Toysinin xatirələrində çoxlu tədbirlər keçirilir. Bəli, elə bu tədbirlərdən siz birindəsiniz və indi isə biz qaldığımız yerdən davam edək. Artıq suallar, yəni şübhələr yığılmışdır və yoxlanılır. Bəli, biz final turundayıq və İndi isə finala keçəcək siniflər açıqlanacaqdır. Çok sen geliyorsun çıkışta. Gördün? Al bu da sağa kapak olsun. Güzel. Hatırladım ki 2 nəfər finala keçməlidir, ikisidir yəni. Bəli. 2 sinif isə yarışmadan xaric olunacaq. Lakin o demək deyil ki, onları uduzdular. Onlar qəzetlərinə, referatlarına, təqdimatlarına görə, yəni müxtəlif nominasiyalar üzrə qiymətləndiriləcəkdir. Fərqli formanla tərtib olunacaqdır.